izləyicilər, hörmətli tamaşaçılar, MTV kanalında, musiqinin tək ünvanı MTV kanalında Mənim Balam İstedaddır. Mənim Balam İstedaddır layihəsində hər birinizi xoş gördük. Gül gibi uyuyan, yılanı uyandırdın, garanti bildin, beni havalandın, yürek yemiş sanki mübarek, neyine güvendin, DJ Sakonu ürəkdən alqışlayan zəhmət olmasa. Və dünən biz gördük ki, dünən bizim buraxılışımızda 45 uşaqdan artıq 22 uşağı qeyd elədik, öz çıxışlarını elədilər və bugün bazar günü hələ 23 uşağı da dəvət eləyəcək və onların da istedadını səhnədə görəcəksiniz. Möhtəşəm Altun Sarayın uşaq əyləncə zalında biz sizlərlə bərabərik, bax bizə bu gözəl şəraiti yaratdığına görə öncədən Altun Saray özləri minnətdarlığımızı bildiririk və bu gün də biri-birindən maraqlı, gözəl, şirin, şəkər balalarımızı təqdim edəcəm. Çox uzatmadan, çox uzatmadan mən istərdim ki, Hənifəzadə Ədaləddini dəvət eləyək, zəhmət olmasa sizlərin alqışları ilə. Hənifəzadə Ədaləddin. SMS kodu 44. SMS kodu 44'dür. Ədiş deyəcəm. Ədiş. Neçə yaşın var? 14. Bəs mənim neçə yaşım var? Mənə neçə yaş verərsən? 65. Onu kim dedi? Bir dənə mənə dilən, onun adını bir dənə tez dilən mənə. Elxan. Ədiş, ən çox bax kimlə dəstək gözləyirsən ki, bu yarışmanın qalibi olasan? Sənə ən çox SMS kim göndərsin? Ata. Atanı buradan salamla. Atama salam deyirəm burada. Ailədə ən çox kimi çox istəyirsən? Anamı, atamı. Anamı, atamı. Bir dənə ürəkdən alqışlayaq bizim Babuş Şəkər balamızı. Ədaləttinə, Hənifəzadə Ədaləttinə dəstək olmaq istəyənlər 44 yazıb, Azərbaycan abunəçiləri 44 yazıb 8701, 8710 və 8720 nömrəsindən göndərməklə dəstək ola bilərsiniz. Bir dənə də musiqi sədələri altında get qoy hamı səni görsün. Hənifəzadə Ədaləttin. Buyur, əyləş. Növbəti iştirakçımız SMS kodu 23 olan Mirsadıq Sadiqli. Mirsadıq Sadiqli. Mirsadıq, xoş gəlmişsən. Gəl qabağa. Neçə yaşın var? 12-nin içindəyəm. Sənin yəni 12-nin içində nə işin var ki, çıx söylə də. Neyinirsən 12-nin içində? Qallanda, yaşım artsındayım. Bəs ata buraxmır evə, evdə qalasan. Evdə qoyuruq qalmağa, amma biraz qoymur. Yaxşı, mən təqdim eləmək istəmirəm. Özüm bir dənə atanı təqdim elə. Kimdir? Atam Royal ağadır, Yeni Sarın qalibidir. Və model kimi sizlərin qarşısında keçdi, gördünüz. Bax, geyimi də maraqlıdır, atasından fərqli olaraq. Çox maraqlı giyinib, çox maraqlı insandır. Deyəsən, təzəlikcən gəlmişsən, Fransadaydın. Yox, Fransadan gəlmişəm. Allah. Oxuyacaqsan bu günəmdə bildiyimə görə. Əgər yaxşı oxusan, atadan yaxşı oxusan,
Sənə görə müraciət edəcəm, sənə səs göndərsinlər. Oxumasan, başqa insana deyəcəm, səs göndərsinlər. Razısan? Razı deyiləm biraz. Deməli, ata yaxşı oxuyur da. Görsən? Amma baxaq görə necə oxuyursan. SMS kodu 23'dür. Mirsadıq, Sadiqli. Dəstək ola bilərsiniz. İfa gələcək. Buyur. Arkadaşım şek, arkadaşım eşek. Arkadaşım eş, arkadaşım şek, arkadaşım eşek. Arkadaşım şek, arkadaşım eşek. Arkadaşım eş, arkadaşım şek, arkadaşım eşek. Gedmə, hara getdin? Gəl görün bura. Gəl. Canımı qutara bilməzsən, məndənsən. Gəl. Bax, tam səmimi dirən mənə. Bu mahnını sənə kim məsləhət görüb? Atam. Allah köməyi olsun, Allah can sağlığı versin. Yəni, Barış Mansonun repertuarından arkadaşım. Alqışlayaq, Mirsadıq, Sadiqli, SMS kodu 23. Hə, dostlar, davam edirik. Davam edirik. Növbəti iştirakçımız SMS kodu 24 olan Fəridə Həsənovanı dəvət eləmək istəyirik. Alqışlarınızla. Fəridə Həsənova. Mən Fəridə Həsənova, 13 yaşım var və bugün şeir deyəcəm, Mikail Müşfiqdən deyəcəm. Mikail Müşfiq xanımı Dilbər Axundzadəyə yazıb bu şeiri.
Bilməm nə üçün məni atmış unutmuş, cövrü cəfasına qurban olduğum, yoxsa başqasına özünü tutmuş, yeni sevdasına qurban olduğum. Mən Dilbəri sordum gəlib gedəndən, dedilər barışmaz, küsmüşdür səndən. Mən iltifat etdim, o qaçdı məndən, qaçqın ədasına qurban olduğum. O mənim sevgilim, o mənim sonam, onsuz üzüm gülməz, açılmaz aynam. Bilməm harda qaldı o nazlı durnam, o xoş sədasına qurban olduğum. O xoş sədasına qurban olduğum. Və bunun qarşılığında Dilbər Axundzadə Müşfiqə yazır ki, gözlərim yoluna həsrətlə baxar, həsrətin qəlbimi yandırar, yaxar. Of, bilsən ürəyim necə darıxar, ay şirin dilinə qurban olduğum. Müşfiqin ürəyi yarpaqdan incə, titrədi xəfifcə rüzgarəsincə. Heyrandı hüsnünə o gözəl gəncə, xumar göy gölünə qurban olduğum. Dilbərəm, ilk eşqim günəşdir sönməz, ömrümün baharı geriyə dönməz. Min yol yalvararam şəklinə dinməz, özünə, şəklinə qurban olduğum. Özünə, şəklinə qurban olduğum. Fərdə, doğrudan gözəl çıxış elədin. Bir dənə də ürəkdən alqışlayaq Fərdəni. Məncə dəstək olmalıdırlar, çünki ürəkdən çıxış elədi, gözəl çıxış elədi. Alqışlayaq. SMS kodu 24 alan Fəridə Həsənova. Buyur Fəridə. Davam edirik dostlar. Bu arada istəyərdim ki, münsif heyətindən bir dəyərli münsif heyətimiz zəhmət olmasa dəvət edək. Elxan Qaraxanoğlu, gəl zəhmət olmasa alqışlayaq Elxanın gözəl bir ifasını eşidək. Elimde olsa kalbine taht kuracaktım. Vakit gelince ben bu böhranlı çağı atlatıp sana esir olacaktım. Düşünüyorduk seninle aynı şeyleri, zaman gelince unutmuyorduk eski günleri. Bu kalpte tek olacaktık. Nasıl güzeldi elini tutmak, dudaklarında mühür olmak. Ne olur gitme, ufak tefek şeyleri kızıp gitme. Ne yapmadım ki sen çok istedin de, yavaş yavaş kabul edelim. Senin ilacın benim, ne olur gitme, ufak tefek şeyleri kızıp gitme. Ne yapmadım ki sen çok istedin de, yavaş yavaş kabul edelim. Senin ilacın benim, ne olur gitme. Elimde olsa kalbine taht kuracaktım. Vakit gelince ben bu böhranlı çağı atlatıp sana esir olacaktım. Düşünüyorduk seninle aynı şeyleri, zaman gelince unutmuyorduk eski günleri. Bu kalpte tek olacaktım. Nasıl güzeldi elini tutmak, dudaklarında mühür olmak. Ne olur gitme, ufak tefek şeyleri kızıp gitme. Ne yapmadım ki sen çok istedin de, yavaş yavaş kabul edelim. Senin ilacın benim, ne olur gitme, ufak tefek şeyleri kızıp gitme. Ne yapmadım ki sen çok istedin de, yavaş
olur gitme. Ufak tefek şeylere kızıp gitme. Ne yapmadım ki sen çok istedin de. Yavaş yavaş kabul edelim, senin ilacın benim. Ne olur gitme. Ufak tefek şeylere kızıp gitme. Ne yapmadım ki sen çok istedin de. Yavaş yavaş kabul edelim, senin ilacın benim. Ne olur gitme. Ve devam edirik dostlar. SMS kodu 25 olan Hüseyin Səfərov. Bir söz. Necəsən Hüseyin? Yaxşıyam. Hüseyin, özünü təqdim elə. Neçə yaşın var? Hansı məktəbdə təhsil alırsan? Mən bir nömrə Sumqayıt şəhəri, bir nömrədə tam orta məktəbdə oxuyuram. 11 yaşım var. 45 çəki, 55 boy. 1.55 boy, 45 çəki. Çox möhtəşəm, unikal və inanıram ki, model kimi fəaliyyət göstərə bilər. Başqa bacarığın var Hüseyin? Başqa bacarıq. Model kimi deyib fəaliyyət göstərmək istəyirəm. Bir də idman. SMS kodu 25 olan Hüseyin Səfərova dəstək olmaq istəyənlər Azərcell abunəçiləri, yalnız və yalnız Azərcell abunəçiləri 87 01 87 10 və 87 20-yə 25 yazıb göndərə bilərsiniz. Növbəti iştirakçımız SMS kodu 27 olan Əli Əlizadə. Mən atıram etibarsız və yarımçıq dostlarımı, mənasız mahnılarımı, sigaret paçkalarımı, atıram səninlə çəkdiyim şəkillərimi, unut soyuq gecələr deyim sözlərimi, atıram orijinal CD-lər, DVD disklərimi və yığdığım illəri ilə qiymətli şey şüzlərimi. Əli, necəsən? Laf yaxşısan? Hə, Neçə yaşın var? 5. Neçənci sinifdə oxuyursan? Xeyr, hazırlıqda oxuyuram. Əli, burada ən çox kimi çox istəyirsən? Anamı. Alqışlayaq, gördünüz? Belə də olmalıydı. Belə də olmalıydı. Bir dənə yaxında dur, biraz qabağa get. Bunu, baba bir dənə yaxın planda çəkin. Bir dənə ora belə elə. Əli, bir dənə ora belə elə. Əli, sənə deyiblər Bruce Lee oxşursan? Hə. Kim deyib? Kim deyib sənə Bruce Lee oxşursan? Atam bir də əmoğlu. Atam bir də əmoğlu. Atam bir də əmoğlu. Əli həm də bugün bizə şeir deyəcək. El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, aylarımı könül candan, Azərbaycan, Azərbaycan. Bravo Əli, bravo. Baba səni... Sən ki bu şeiri dedin, Azərbaycan, Azərbaycan. Səməd Vurğunun şeiri, xalq şairi. Əlini ürəkdən alqışlayaq. Hər həftə bizimlə Əli bərabər olacaq, həm model kimi fəaliyyət göstərəcək burada. Çıxışlar edəcək, həm də şeir deyəcək, həm də mahnı oxuyacaq Əli, hə? Bəli. O muğam gedən kimi idi? Hə, yorulub. Əlini alqışlarınızla yola salırıq. SMS kodu 27 olan Əli Əlizadə. 26 kodu olan 26-cı iştirakçımız
Ömer Abbasov. Ömer Abbasov gəlir. Necəsən Ömer? Ömer Abbasovun neçə yaşı var? 11 yaşı var. Neçənci sinifdə oxuyur? 6. Hansı məktəbdə? 28 nömrəli tam orta Laçın məktəbi. 28 nömrəli məktəbdə. Aha, 28 nömrəli məktəbdə 6-cı sinifdə, ha? Bəli. Qarmon ifaçısıdır. Qarmonda ifa eləyəcək. Zəhmət olmasa qarmonunu gətirin. Stul qoyun bura, zəhmət olmasa. Stul verin. Qarmonda ifa eləyəcək. SMS kodu 26 olan Ömer Abbasov hal-hazırda sizlərin qarşısında canlı qarmonda ifa eləyəcək. Dəstək olmaq istəyənlər Ömərə 26 yazıb, azəsi abunəçiləri 8701, 8710, 8720-yə SMS göndərə bilərlər. Sako da dəstək verəcək sənə zərb alətlərində. Getdi. Ömer Abbasov. Ömer. Allah səni qorusun. Neçə ildir qarmon məktəbinə gedirsən? 5. 5 ildir. Başqa ifalarında olacaq da inşallah. Alqışlayaq. Alqışlayaq Ömer Abbasovu. SMS kodu 26 yazıb dəstək ola bilərsiniz. Növbəti iştirakçımız kimdir? 27 Əlizadəni təqdim elədim. SMS kodu 28 olan 28-ci iştirakçımız Ayxan Adıgözəlov. Dön demeler bana dön demeler. Senin unuttum ismini neydi ya? Bana neydi ya? Benim kızların hepsi de Barbie ya. Baba çok harbi ya. Dinle bu şarkım sana dinle. Oluyor sana kızım öl demeler. Yaptın instadan bana göndermeler. Söyle nasıl sevdiğimi söyle. Bıraktığımda Ayxan Adıgözəlov. Özü ilə qoyub krasovkanın bağlarını. Dəvdədir indi. Ayxan necəsən? Yaxşı. Çox qabiliyyətli, qanacaqlı, pozitiv, üzü gülər. Həm aktyor ola bilər, həm aparıcı ola bilər, həm xəbərlərin birbaşa aparıcısı ola bilər. Çünki səhnəyə, hə İlxan? Səhnəyə yaraşan bir xarici görünüşü var. Boy neçədir? 1.55. Çəki? 47. Ayxan, başqa istedadın var? Başqa rəqs bilirəm, amma rəqsi hazırlayıram. Gələn verilişdə sizə təqdim edəcəm verilişimi. Gördünüz? Deyir, rəqsi hazırlayıram, gələn verilişdə təqdim eləyəcəm. Amma münsif heyətinə desəm ki, gəlin bir dənə burada oxuyun deyəcəklər gələk də. Heç hazırlıqlı deyil ha. Alqışlayaq Ayxan Adıgözəlov. SMS kodu 28. SMS kodu 28. Dəstək ola bilərsiniz dostlar. Və bu arada mən istəyərdim bizə dəstək olan şirkətlərə özlərinin minnətdarlığımızı bildirək. Flamingo Pərdə və Tül Salonu. Flamingo Pərdə Salonuna müraciət edə bilən hər bir valideynə istəyərdim ki, deyim. Flamingoya müraciət edeyim, mənim adımdan 30% endirimdir. Sədrəyə Ticarət Mərkəzinin elitin 12-ci sırasında yerləşir. Türkiyə və İtaliya pərdələri və oradan gələn hazır parçalardan Flamingonun istehsalı olan evinizin dizaynına, ölçüsünə uyğun pərdələr hazırlanır, təhvil verilir. Əvvəlcə gəlirlər, evin quruluşuna baxırlar, ölçüsünə baxırlar, öz zövqünüzə uyğun pərdələri hazırlayıb, gətirib təhvil verirlər. Quraşdırmaq, gətirmək, ölçüsü, dizaynı vermək hamısı ödənişsizdir.
Telefon nömrələr 051 348 20 00 099 348 70 00. Minnətdarıq Flamingo pərdə salonuna. Favorit Wedding qrupa da öz minnətdarlığımızı bildirir. Street Seyfiyə də minnətdarlığımızı bildirir. Və ən əsası bu məkan Altun Saray ürəkdən alqışlayaq. Altun Saray, möhtəşəm toylarınızın, istirahətinizin, ad gününüzün, banket, xınayaqdır, fərqi yoxdur. Xeyir işlərinizin bir mənalı, dəyişilməz ünvanı Altun Saray, 6 zalı var. 700 nəfərlik zaldan tutmuş, 100 nəfərlik zala qədər 055 290 0300 055 290 0800 müraciət ediyə bilərsiniz. Davam edirik. Davam edirik. Növbəti iştirakçımız, 29-cu iştirakçımız Ömər Həsənzadə gəlir. SMS kodu 29. Onu bilirsən, mənim oğlumu sən zəbt etməsən, ölürəm dərdindən. Bunu bilirsən, mənim ürəyimi sən zəbt etməsən, ölürəm dərdindən. Bunu bilirsən, mənim oğlumu sən zəbt etməsən, ölürəm dərdindən. Bunu bilirsən. Gəl yanıma görüm, ay Ömər, gəl bir yana qabağa gəl biraz. Necəsən? Yaxşısan. Ömər Həsənzadənin neçə yaşı var? 5 5 yarım. 5 yarım yaşı var Ömər Həsənzadənin. Ömər hələ məktəbə gedmir ki? Hələ mən yenə birinci məktəbə getməm, yenə sıfır məktəbə gedirəm. Hazırlığa gedir. Ömər, bir dənə bizə şeir dinə. Əziz ana, zanana, gözəl mehribanana, böyütdükcə bizi siz, dən düşür saçlarına. Gördünüz? Çəkinmədən, çaşmadan əziz ana şeirindir. Yola salaq, Ömər Həsənzadəni yola salaq. SMS kodu 29 olan Ömər Həsənzadəni. Dəstək olmaq istəyənlər 29 yazıb 8701 10 və 20-yə göndərə bilərlər. 30 nömrəli iştirakçımız SMS kodu 30 olan Yusif Mehdizadə gəlir. Yusif Mehdizadə ən dəcəl iştirakçımız. Kendine dev aynasında değil, boy aynasında bir bak. Acım taze, kurtulamazsın gözlerini kaçırarak. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz daha kızardın ama sana kırmızı çok yakışıyor. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz Ay Yusuf, hara daha gedirsən? kızardın ama Gəl yanıma, bizim işlərimiz hələ qabaqdadır. Necəsən? Görsən, mikrofona fit çalır, yeganə iştirakçıdır. Yusuf, necəsən? Yusuf söz verib danışmayacaq. Neçə yaşı var? 4? 4 yaşın var Yusuf? Ay Yusuf. 4 yaşın var. Dostlar, Yusuf bugün danışmaq istəmir. Yusuf Mehdizadəyə dəstək olmaq istəyənlər, bax mən deyirəm, 30 yazıb, bəli, mütləq şəkildə danışmayıb birbaşa əlinə güc verənlər, SMS göndərənlər, Yusuf'a səs göndərsin. 30 yazıb, 81 01 10 20-yə SMS göndərə bilərsiniz. Yusuf bir dənə adına layiq bir mahnı. Daha da kanmam basit o numaralar. Seni unuttum kapandı yaralar. Özlersen arama kapalı kapılar. Hə, davam edirik dostlar, davam edirik. Növbəti iştirakçını dəvət eləməmişdən əvvəl mən bir elan nəzərinizə çatdırmaq istəyirəm. İnşallah bu ayın 26-sında bax bu gözəl məkanda Altun Sarayın uşaq əyləncə zalında Evdə Tək Bakıda filmi
filminin castingi olacaq. Bütün 5 yaşında, 5 yaşından 16 yaşına kimi olan övladlarınızı bu castingdə gətirib istedadını yoxlaya bilərsiniz. Seçimlər olacaq. Filmin seçimlərinə müxtəlif obrazlara aktyorlar seçiləcək. Az yaşlı övladlarınızı seçəcək. Kinoya dəvət edirik. Castingdə iştirak edin. Elxan da bizimlə bərabər olacaq. Royal Ağada. Ona yaxın münsif olacaq. Aktyorlardan da olacaq münsif heyətində. Və orada evdə tək Bakıda inşallah castingində iştirak edin. Çox möhtəşəm bir film çəkiləcək. Davam edirik. 31-ci iştirakçımız SMS kodu 31 olan Mehin Mehdizadə. Mehin Mehdizadə. Xoş gəlib Mehin xanım. Mehin xanım, hara belə? Hara gedirdin? Ora niyə gedirdin? Yürüməyə. Ha? Yürüməyə. Yeməyə? Yürüməyə. Yürüməyə, yürüməyə deyir Mehin xanım. Model kimi gəldi sizin qarşınıza, Royal Ağanın, Səidənin qarşısına. Neçə yaşı var Mehinin? 6 yaşı var. Məktəbə gedir? Hə. 1-ci sinifə? Hə. Hansı məktəb Mehin? Məktəbə gedir? 46 nömrəli məktəb, bunu dinəndə 46 bizim sevdiyimiz məktəbdir. 46 sayılı orta məktəbdə təhsil alır Mehin Mehdizadə. Buradan 46 sayılı orta məktəbin bütün kollektivini, müəllim, şagirdləri, valideyn hər birini salamlayırıq və Mehin Mehdizadəyə mütləq şəkildə 31 yazıb, kodu 31-dir. 8701-010 və 8720-yə səs göndərsinlər. Hə Mehin, sən də bu yarışmada qalasan. Göndərsinlər. Sənə səs göndərsinlər Mehin? Hə, səs göndərsinlər, bildim. Hə, səs göndərsinlər. Alqışlarınızla yola salırıq. Mehin Mehdizadə. Hə dostlar, davam edirik. Səidənin ifasını eşidəcəyik. Royal Ağadan gözəl bir ifa gələcək və bu arada SMS kodu söz vaxtına çəkərdik. SMS kodu 32 olan Ümid Nəbizadəni dəvət eləmək istəyirəm səhnəyə. Ümid Nəbizadə. Mənim bir yarışmamda birinci yer tutmuşdu Ümid Nəbizadə və bu yaxınlarda qonşu kanalların birində səs yarışmasında Ümid Nəbizadə finalda ikinci yerin qalibi oldu və bu gün də bu yarışmadadır, mənim balam istedadlı yarışmasındadır, çox istedadlıdır, artıq yaşın az olmağına baxmayaraq səhnə təcrübəsi, Elxan da bunu yaxşı bilir, səhnə təcrübəsi neçə illərdir. Ümid, xoş gəlmişsən. Şöyle kameradan baxan izləyicilərimizə salamlarımı deyirəm, müsiflərimizi salamlayıram, bir də işə səni salamlayıram. İfa gələcək. İfa gələcək. Ümid Nəbizadədən gözəl bir ifa gələcək və bu ifadan sonra Səidə Əliyevaya söz verəcəm və onun ifasını eşidəcək. Amma əvvəlcə 32 yazıb, Ümid Nəbizadəyə 32 yazıb, kodunu yazıb dəstək ola bilərsiniz. Buyur Ümid. Baxışın nəfəs almağa səbəb olsun. Qələmin məndən yazsın
yoldaşım. Elə belə bilib keçmə sənə var olan hisslərimi. Neylərəm dünyanı sən olmasan yanında. Deneylərəm axtarır sevgi yollarında. Gözlərəm yorulmadan. Neylərəm sən olmadan bu dünyada. Sənlə bir ömrüm eşlə doymadan. Neylərəm dünyanı sən olmasan yanında. Deneylərəm axtarır sevgi yollarında. Gözlərəm yorulmadan. Neylərəm sən olmadan bu dünyada. Sənlə bir ömrüm eşlə doymadan. Qoyma sönsün bu qəlbinin sənin nağılları. Yaşamaq sən öyrət mənə həyatın arınları. Qorusun qanadların eşq yolunda ayaq yalın. Qaçaram sənin ürəyinə mən yarılan sənin yarın. Bəlkə də belə bilmirsən səni necə sevdiyimi. Bax üzümə görəcəksən sən sevginin izlərini. Ürəyim dolub daşır yaxşı bax və düşün daşın. Elə belə bilib keçmə sənə var olan hisslərimi. Neylərəm dünyanı sən olmasan yanında. Deneylərəm axtarır sevgi yollarında. Gözlərəm yorulmadan. Neylərəm sən olmadan bu dünyada. Sənlə bir ömrüm eşlə doymadan. Neylərəm dünyanı sən olmasan yanında. Deneylərəm axtarır sevgi yollarında. Gözlərəm yorulmadan. Neylərəm sən olmadan bu dünyada. Sənlə bir ömrüm eşlə doymadan. Ümid Nəbizadə, bizim istedadlı Ümid Nəbizadə. SMS kodu 32 yazıb Ümidə mütləq şəkildə dəstək olmalısınız. Davam edirik dostlar. Seydə Əliyeva. Seydə Əliyeva. Ses etmem susarım anıların hatırına. Sen yoksan ölümden ne farkı var? Gel etme dön artık üzülecek martılar. Kitabına uydursan yine Seydə Əliyeva. Artıq mən Seydəni nə bilim bir 57 ildir tanıyıram Seydəni. Çoxdan tanıyıram. Doğrudan Seydə həm gözəl insandır, bəli, həm istedadlı bir xanımdır. Bu gün də maraqlı bir ifa edəcək ekskluziv olaraq bizim Mənim Balam İstedadlı layihəsində. Buyur Seydə. Mən də salamlayıram. Yaşa, doğrudan sən mənim üçün dəyərli dostsan. Uğurlar diləyirəm bu layihəyə. Elxan Qaraxanlı Vaşem illərlə tanıyıram. O bir məktəbdir. Həm təzə çıxan müğənnilərə məktəbdir. Yəni bu uşaqlara da məktəbdir. Bir onun üçün ümumi alqış istəyərdim. Həm böyük yerini bilir, uşaqla uşağı yerini bilir. Vəbşə xanımlara hörməti başqadır. Allah ona can sağlığı versin. Uğurlar deyirəm gözəl bir mahnı ilə. Sevgi izine düştü yüreğim. Aktarıp gezdi tenha yüreğim. Çıktın yoluma o an sevgilim. Zamanında geldin, zamanında geldin. Çıktın yoluma o an sevgilim. Zamanında geldin, zamanında geldin. Gözlediğim anda geldin, tenha
anda geldin, tenha kalan anda geldin, eşkime sen konak geldin zamanında. Özlediğin anda geldim, tenha kalan anda geldim, eşine ben konak geldim zamanında. Gözlediğim anda geldin, tenha kalan anda geldin, eşkime sen konak geldin zamanında. Zamanında geldin. Zamanında geldin. Zamanında geldin. Çok sağ olun. Teşekkür ederim. Var olun. Alkışlarınıza göre çok sağ olun. Minnettarım. Səidə Əliyeva. Bir daha alqışlayaq Səidəni. Çox möhtəşəm ifa idi. Səidə çox xoşuma gəldi. Çox xoşuma gəldi. Bunun klipi yoxdursa təcili bunun klip çəkmək lazımdır. Klip çəkmək lazımdır. Davam edirik dostlar. Səidənin də ifasını eşitdi və SMS kodu 33 olan növbəti iştirakçımız. Növbəti iştirakçımız Lətif Niyazov. Lətif Niyazov. Lətif Niyazov. Neçə yaşın var Lətif? 8. 8 yaşın var. Məktəbdə oxuyursan? Hə. Neçənci sinifdə? 3-cü. 3-cü sinifdə oxuyursan. Yaxşı oxuyursan Lətif? Mahnı yox, amma dərsimi hə. Sən hardan bildin ki, mən o sualı... Sənə lazım idi, qardaş. Yox. Sənə lazım idi. Bax, bildi sən nə cavab verəcəksən. Mən onu demək istəmirdim axı. Mən dedim, yaxşı oxuyursan? Hə. Kitab yaxşı oxuyursan? Hə. Bir dənə zəhmət olmasa oradan kitab gətirin. Üzündən oxuyacaq Lətif. Bir dənə kitab gətirin, üzündən oxusun, görüm necə oxuyur. Üzündən oxuya bilirsən Lətif? Hə, elə bir balaca zəifdir, nə? Hə. İnanıram ki, dəstək olacaqlar. Şeir bilirsən Lətif? Yox. Amma gələn səfər söz ver ki, şeirdə və yaxud da mahnı ifa edəcəksən. Yaxşı? Tək model kimi yox. Söz verirsən? Mahnı oxuya bilmirəm, amma şeir bəlkə oxuyaram. Mahnı oxuya bilməm, amma şeir bəlkə oxuyaram. Gələn həftə mütləq şeir hazırla. Lətif, Lətif'i alqışlayaq, yola salırıq. Lətif Niyazov, SMS kodu 33. Maraqlı rəqəmdir. 33 yazıb dəstək ola bilərsiniz. 34-cü iştirakçı, çox səbirsizlə gözlədiyim iştirakçılardan biridir. SMS kodu 34 olan Nazlı xanım, Duzlu xanım, Nazlı Cəfərova. Alqışlayaq ürəkdən Nazlını. Bir dənə ürəkdən alqışlayaq Nazlını. Görün nə gözəl giyinib Azərbaycanın bayrağı. Nazlı salam. Salam. Necəsən Nazlı? Yaxşıyam. Nazlı özünü birinci təqdim eləsin. İndi hamı onu izləyir. Nazlı neçə yaşı var? Hansı məktəbdə təhsil alır? Bura həm müğənni kimi, həm də model kimi təşrif buyurub. Buyur.
Mənim adım Nazlıdır, soyadım Cəfərovadır. Mən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdiyəm. 9 yaşım var. 9 yaşı var, SMS kodu 34'də inanıram dəstək olacaqsınız və bugün çox maraqlı bir çıxış olacaq. Geyimindən bəllidir ki, Nazlı gözəl bir çıxış eləyəcək. Hə Nazlı? Buyur, sözü verirəm sənə. Bu dünyanın bir adı var, canım benim memleketim. Güneş kimi daim yanar, odlar yurdu məhəbbətim. Qoyacalsın zirvələrə, o yenilməz bayrağımız. Qayıtdı bugün yenə hər bir qarış torpağımız. Hər bir elin öz ili var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana. Öz sözü var, hürmeti var, ölkələrin arasında. Belə gözəl, belə zəngin var dünyanın harasında. Vətənimin məğrur güclü, öz ürəyi ilhamı var. Xoş günlərə gedən yolda bir əbədi bayramı var. Hər bir elin öz ili var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana. Şanlı ordun düşmənindən öc alır. Heydər oğlu ilhamından güc alır. Bayraqların Qarabağda ucalır. Salam deyən Xankəndimiz, Şuşamız, Azərbaycan. Var ol, var ol, vətən, yaşa, yaşa sən. Hər bir elin öz ili var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb icid övladına, qoy sevinsin hər bir ana.
Ya peyğəmbər, ya imam. Hələ axtar, elə bir 70 yaşı var, əyilib hələ. Hə dostlar, alqışlayaq Nazlı Cəfərova. Bizim Nazlı gözəl balamız gözəl bir çıxış elədi. Respublikanın xalq artisti, Zülfiyə xanım Xanmabayevanın repertuarından Azərbaycan mahnısı. Çox möhtəşəm bir mahnıdır. Və Nazlı, sən ən çox mən bildiyimə görə, Ağdamlı olduğuna görə Ağdamlılardan səs gözləyir, hə? Buradan bütün Ağdamların mənə səs verməsinə çağırıram. Artıq oradan neçə valideyn dedi ki, biz elə özümüz Qarabağlıyıq, sənə səs göndərəcəyik. Minnətdarıq, yola salırıq Nazlı Cəfərova. SMS kodu 34 olan Nazlını dəstəkləmək istəyənlər 34 yazıb SMS göndərə bilərlər. Növbəti iştirakçımız SMS kodu 35 olan Yusif Talıblı gəlir. Yusif Talıblı. Gəl. Biz ikimiz də qarabuğdayıq. Sən bilsən də qarabuğdaylılar, qaralar ümumiyyətlə Ağdərlərdən daha çox istəyir. Elxan abba necə baxır? Yusif, necəsən? Yaxşıyam. Neçə yaşı var Yusifin? Bax, mikrofonu verirəm sənə, özün özünü təqdim elə. Neçə yaşın var, hansı məktəbdə təhsil alırsan? Buyur. Hamıya əvvəlcə salamlarımı bildirirəm. Mənim 9 yaşım var, adım Yusifdir, soyadım Talıblı. Mən Abşeron rayon Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinin 4-cü sinif şagirdiyəm. Və bugün Yusif bizə gözəl bir mahnı ifa edəcək. Mahnı ifa edəcək. Hə Yusif? Bəli. Və kimlərdən ən çox səs gözləyirsən? Atamdan, valideynlərimdən, bir də ən çox qohumlarımdan. Kimlər? Naxçıvandandır. Ha? Yox. Atamdan, bir də valideynlərimdən. Ailəsindən səs gözləyir. Ailəsindən səs gözləyir Yusif Talıblı və ifası olacaq Yusifin. Ha? Buyur. Bugün mənim atam Bakıda, mən bu mahnını oraya sığınmışam. Mənim hər zaman dönməz qürurum, qollarıma güc verən varım atam. Sən məndən istə ki, qulluqda durum, hər sözümə can fəda varım atam. Zəhmətimi çəkmisən ötüb illərin, saçlarına ağları qarışıb. Əllərimi tutmusan, güc veribdir əllərin. Mən ki sənə hər şeyi borcluyam. Sənsiz olmaz evladın dadı dünyada. Yoxdur elə bir nəfər sənə tayata. Öyrətdin mənə mahir ol, sözü düz yaşa. Sən mənim ən böyük dayağım sana yata. Sən mənim ən böyük
ağlar qarışıb. Əllərimi tutmusan, güc veribdir əllərin. Mən ki sənə hər şeyi borcluyam. Sənsiz olmaz evladın dadı dünyada. Yoxdur elə bir nəfər sənə tayata. Öyrətdin mənə mahir ol, sözü düz yaşa. Sən mənim ən böyük dayağım sana yata. Sən mənim ən böyük dayağım sana yata. Sənsiz olmaz evladın dadı dünyada. Yoxdur elə bir nəfər sənə tayata. Öyrətdin mənə mahir ol, sözü düz yaşa. Sən mənim ən böyük dayağım sana yata. Mənim ən böyük dayağım sana yata. Yusif Talavlının bir dənə ürəkdən alqışlayaq bir daha. Və doğrudan da Allah bütün valideynlərimizə can sağlığı versin, dünyasını dəyişmiş valideynlərə Allah qəni-qəni rəhmət eləsin. Bugün Yusifin valideyninin doğum günüdür. Elnur bəyi salamlayırıq, təbrik edirik efir vasitəsilə. Allah hər iki valideyninə can sağlığı versin. Yusif Talavlı, Yusifə dəstək olmaq istəyənlər, Yusif əyləş. Yusifə dəstək olmaq istəyənlər 35, SMS kodu 35'dir, 35 yazıb 8701-010 və 20'yə göndərib dəstək ola bilərlər. 36 kodu olan növbəti iştirakçımız Filiz İsmailova gəlir. İsmailova. Filiz, xoş gəlmişsən. Gəl, qabağa keçək biraz. Necəsən? Yaxşıyam, çox sağ ol. Özünü təqdim elə. Neçə yaşın var? 14 yaşım var. Neçənci sinifdə oxuyursan? 9. Hansı məktəbdə? Məktəbat 2 nömrəli tam orta məktəb. Bu dəqiqə bəlkə də səni izləyirlər. Biz də salamlayırıq 2 nömrəli məktəbin bütün müəllim kollektivini, şagirdləri və model kimi müsbətiyyətin qarşısında keçdin və gəldin bura və bildiyimə görə başqa istedadın da var. Mahnı. Mahnı oxumaq istəyirsən. Mahnı oxumaq istəyirsən. Buyur, sözü verək sənə, mahnıva qulaq asaq, görək nə baş verir. I'll sit sitting on the she rocks the singing one rap baby la this second Japanese say hi this my life baby I'm a rock star being on a symbol that we get and kill innocent love mother let me for a deal being on my because so pretty every city goes my city go sit sitting with us, she rock star, make you everything you want around, baby la la. This second, this is the Japanese, that's a hi. That's my life, baby. I'm a rock star. I'm a rock star. I'm a rock star. It's my hype, baby. Make me rock hard. Filiz İsmailova. SMS kodu 36'dır. Çox gözəl ifa edib ha. Bir Beyoncé Amerikada. Bir də bizdə Filiz İsmailovadır. Belə mahnıları ifa edən. Bir dənə alqışlayaq zəhmət olmasa. Sadəcə fərq nə idi? Beyoncé mahnı oxuyanda bütün stadionu rəqs edir. Filiz ancaq xoşlayır yerində deyansın. Məsələn, bu da maraqlıdır, bu da bir tərzdir. Maraqlıdır. Gələn səfər Filiz, ümumiyyətcə sənin bax xarici görünüşün belə mahnılara daha çox uyğundur. Amma rəqs mütləq şəkildə öyrənməlisən. Yaxşı? Hə? SMS kodu 37 olan Zülfiyə Müzəffərova. Zülfiyə Müzəffərova.
gözəl, şirin Zülfiyə xanımı salamlayırıq. Oradan da o belə şirin şəkər vallahi görəndə olan ürəyi açılır. Həm də rəssamdır ya, bir dənə alqışlayın zəhmət olmasa. Rəssamdır və seçim turlarına gələndə mənim şəklimi çəkmişdi. Çox gülməlidir, hə, Royal? Mənim şəklimi çəkmişdi və mən baxanda, Allah köməyin olsun, minnətdarlığımı bildirirəm və həmin günü az qalmışdı özümü öldürəm. Amma ya doğrudan yaxşı çəkmiş şəklimi, saxlamışam onu. Yadigar saxlamışam. Onu hələ ramkaya da saldıracağım. 20 il sonra sənə göstərəcəm onu ki, birinci dəfə mənim şəklimi çəkmişdin. Bugün nə çəkmisən? Bugün mən burada çəkmək istəyirəm. Bir də hamını salamlayıram. Mən düz şeylərimi gətirmişəm ki, düz hamının qabağında çəkim. Zəhmət olmasa verin. Gətir onu bir dənə zəhmət olmasa Zülfiyə. Qoy hamı görsün, hamı bilsin, hamı agah olsun. Erşad mən deyim, çox iddialı balamızdır ya, maşallah. Bəli. Yəni mənə inanmırsınız, mən sizin gözünüzün qarşısında bunu sübut edəcəm. Sevirəm belə uşaqları. Həyat eşqi ilə dolu uşaqları sevirəm. Bəli, 20 ildir artıq rəsm çəkir. 20 ildir düz rəsm çəkir Zülfiyə. Mənim yaşım çatmazdır, mənim 18 yaşım var. Hardan bilim o 20 il? 20 ildir rəsm çəkir və 30 ildir rəsmləri xarici ölkələrdə sərgilənir. Mənə maraqlı, sizin portretiniz maraqlıdır mənə Erşad müəllim. Gəlin maraqlı da oradan bir dənə ekspront eləyə mənim bəlkə məni çəksin bəlkə. Bəlkə məni çəksin. Elxan əmin çəkmək istəyirsən? Mən bugün istəyirdim ki, vaza ilə meyvələr çəkim. Çəkin. Naturmel çəkmək istəyirsiniz, buyuruz. Bəli, bax burada dayanırsan. Gəl bura. Gəl bizim DJ Sakonun yanına. Açırsan onu. Boyalarını götürürsən, stolun üstündə süfrə, süfrənin üstündə vaza, vazanın yanında bir dənə boşqab, boşqabın da içində bir dənə qırmızı, bir dənə də yaşıl alma. Yaxşı. Yaşıl almanın biri mənimdir, qırmızı almanı da özün kimi yaxşı aparsa ona verəcəm. Sən öz işini gör, öz işini gör. Zülfiyə Müzəffərovanı dəstəkləmək istəyənlər SMS kodu 37-dir, 37 yazıb Azəsi abunəçilər dəstək ola bilərlər. SMS kodu 38 olan mənim adaşım gəlir, Elşad Səlimov. Bax görürsünüz, Elşad Səlimov. Elşad Səlimov, görürsünüz, Elşadlar, Elxan, həmişə fərqli giyinirlər. Zaten mən onu vurğulayacaqdım. Nədənsə mən nə demək istəyirəm, ya siz deyirsiniz, ya da Vasif deyir. Elə ki, ürəklərimiz birdir. Gözəl, elegant balamıza rəng seçiminə görə rəssamdır. Bəli, rəssamdır. O yüzdən, yəni geyimlərinə baxıram, sintez var orada. Həm rəqqasdır, həm rəssamdır. Uyğunluq, bəli, rəng şəralarları. Mən moda ustası deyiləm, modeler deyiləm, stilist deyiləm. Sadəcə olaraq biz zövq baxımından çox giyimi, şalvarı, kostyumu, ayaqqabılar və o kəpənək. Biz Elşadlar beləyik. Bir dənə Elşadlara eşq olsun, bir alqışlayın. Bir dənə Rəvanın atası Elşad Qarayevdən başqa. Xoş gəlmişsən, Elşad Səlimov. Elşad, çəkdiyin rəsm əsərlərini bizə göstər zəhmət olmasa. Bir-bir nümayiş etdir, ver mənə, mən bir-bir göstərim. Bax, birinci biz də baxmaq istəyərdi Elşad müəllim. Birinci rəsm əsəri. Bəlkə yaxınlaşıb özü göstərsin bizə. Adam yeyən. Çox gözəl əsərdir. Xaricdə sərgisi olunub bu əsərin. Adam yeyən. Aha, növbəti rəsm əsəri. Bir gözlü qaqaş. Növbəti rəsm əsəri. İtaliyada bu yaxınlarda 1 milyona... Enfas bəlkə mənə oxşuyur. 1 milyona satışa çıxarıldı bu rəsm əsəri. Növbəti rəsm əsəri. Pandemiya vaxtı çəkilib bu maska ilə. Pandemiya vaxtı aptekdən maska. O bizim Səidə xanıma oxşuyur maskada. Pandemiya da görmüşdüm. Səidə xanım yəni bu gündədir, yəni belədir. Çox gözəl çəkib. Çox gözəl. Növbəti şəkil. Növbəti şəkil. Bu mənə aiddir bu şəkil. Bu şəkili bir dənə nümayiş etdi. Nədir o? Canavar. Ramil Adiloğlu'nu bu ərəfədə salamlayıram mən, bizim dəyərli rejissorumuz. Ramili çox sevirik, əziyyətimi çəkən Ramil də bir alqışlayaq. Doğrudan da alqışlayaq. Ramil də alqışlayaq. Eşad, mən burada bir görünən sizsiz, bir də münsiflər heyət, amma əziyyət çəkən kameramanlarımız var. Təbii ki, rejissorumuz var, rejissor köməkçisi var.
uşaqlarla məşğul olanlar var, onları siz demişsiniz. Amma hamının şəninə gözəl bir alqış istəyirəm ki, onlar da haqlarını halal eləsinlər bizə. Və dostlar, bir şey nəzərinizə çatdırım ki, SMS kodu 38 olan Elşad Səlimov həm rəssam, həm rəqqas, həm mahnı oxuyur, həm şeirdir, bir sözdən istedadlı balamızdır. Bu dəfə rəsm məsələlərini nümayiş etdirdi, açılışdı. Gələn həftə inşallah bir rəqs nömrəsi ilə Elxan əmisi qarşınızda olacaq. Davam edirik, davam edirik. 39-cu iştirakçı. Mükəmməl səsə malik olan bir iştirakçı buradadır. SMS kodu 39 olan Səfərov Məhəmməd gəlir. Məhəmməd Səfərovun geyimindən, qamətindən, duruşundan, ümumiyyətcə özünü aparmağından, saç stilindən məlumdur ki, Məhəmməd muğam və xalq mahnılarının mahir ifaçılarından biridir. Məhəmməd, mikrofonu vermək istəyirəm sənə, ya da yox, mikrofonu verməyim. Məhəmmədin neçə yaşı var? Qoy hamı tanısın Məhəmmədi. 14 yaşım var. 14 yaşı var. Hansı məktəbdə təhsil alır? Sabunçu rayonu 311 nömrəli tam orta məktəb. Sabunçu rayonu 314 nömrəli, 11 nömrəli tam orta məktəbdə təhsil alır və bildiyimə görə musiqi təhsildə var, ha, Məhəmməd? Neçə ildir? 6 il olur ki. 6 ildir artıq musiqi təhsili də var və bugün öz mükəmməl çıxışı ilə sizlərin qarşısında olacaq Məhəmməd Səfərov. Çox uzatmaq istəmirik, mikrofonu verirəm Məhəmmədə, buyursun. Sən canəbimə canan solmaz yaraşıqsan, solmaz yaraşıqsan. Gəl, 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 ömrümün baharı. Gəl, 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 eşqimin vüqarı. Gəl, 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 eşqimin vüqarı. Gəl, 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 ömrümün baharı. Eşqimin vüqarı. Sən canəlimə canan, solmaz yaraşıqsan, solmaz yaraşıqsan. Gəl, 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 ömrümün baharı. Gəl, 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 eşqimin vüqarı. Gəl, 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 ömrümün baharı. Gəl, 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 eşqimin vüqarı. Ömrümün baharı.
olsun. Məhəmməd, sənə bu sözdən savayı heç nə demək olmaz. Halal olsun, halal olsun, halal olsun. Doğrudan da bu yaşında bu səsə malik olmaq. Mən bir Ümidi deyərdim, Ümid Nəbizadəni, bir də Məhəmməd səni deyərdim ki, doğrudan da yəni muğamda, xalq mahnılarını da mükəmməl ifa eləyən, yəni bu iki insan. Hər ikinizi alqışlayıram. Məhəmməd Səfərovu dəstəkləmək istəyənlər 39 yazıb, Azəsin abunəçiləri dəstək ola bilərsiniz. Minnətdaram, Məhəmməd, minnətdaram. Davam edir 40-cı iştirakçımız. SMS kodu 40 olan Aysun Məmmədova gəlir. Aysun Məmmədova. Aysun, xoş gəlmişsən. Bütün müsifləri salamlayıram buradan. Bütün bizi izləyən hər kəsi salamlayıram. Mən Aysun Məmmədova, 17 yaşım var. 100 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Bugün də Türk mahnısı ifa eləyəcəm, Yalancı Bahar. Çox gözəl. Aşkın Nur yengə, hə? Elxan. Çox ən sevdiyim ifalardan biridir. Aysun Məmmədova. Və görüm sən bu mahnını necə ifa eləyəcəksən. Hayat sende durmam diyor. Her nefeste son geliyor. Bir de sende kalsın, sen yalancı baharsın, artık senin olmam diyor. Sen yalancı bir sonbahar, ben sevdalı koca çınar. Kaç resim benden aldın, kaç sevda geri verdin, ruhum sana kalmam diyor. Söyle kaç bahar oldu, penceremde gül soldu, belki de zaman doldu, sevdiğim dönmüyor. Söyle kaç bahar oldu, penceremde gül soldu, belki de zaman doldu, sevdiğim dönmüyor. Hayat sende durmam diyor. Her nefeste son geliyor. Bir de sende kalsın, sen yalancı baharsın, artık senin olmam diyor. Sen yalancı bir sonbahar, ben sevdalı koca çınar. Kaç resim benden aldın, kaç sevda geri verdin, ruhum sana kalmam diyor. Söyle kaç bahar oldu, penceremde gül soldu, belki de zaman doldu, sevdiğim dönmüyor. Söyle kaç bahar oldu, penceremde gül soldu, belki de zaman doldu, sevdiğim dönmüyor. Söyle kaç bahar oldu, penceremde gül soldu, belki de zaman doldu, sevgilim dönmüyor. Söyle kaç bahar oldu, Penceremde gül soldu, belki de zaman doldu, sevgilim dönüyor. Aysun'u alqışlayaq ürəkdən. Mənim canım kızımdır, o, çox istəyirəm onu.
Mən onun əmisiyəm demək olar ki, və hansı müsabiqədə görürəmsə, çalışıram dəstək olum ona. Saxlaya bilmədim. Bir Vasif bəlkə oxuyaq. Royal da oxumaq istəyir. Maalesef mikrofonumuz bir dənədir. Aysun ürəkdən alqışlayaq, uğurlar arzulayırıq. Aysun Məmmədova SMS kodu 40. Aysun Məmmədova dəstək olmaq istəyənlər, bax ifasını da gördünüz. Elxan Qaraxanoğluya da mən dərin minnətdarlığımı bildirirəm və Ekspront gördünüz ki, canlı durdu, ifa elədi. Qızımıza uğurlar arzu edirəm. Maşallah, gözəl oxudu. Mən də bəyəndim. Çox sağ olun, Vasif müəllim. Çox sağ olun, hər birinizə minnətdarıq. Aysun, yəqin ki, inanıram ki, sənin bu istedadına görə dəstək olacaqlar. Gələn həftədə inşallah yeni bir nömrə ilə çıxış eləyəcəksən. Mütləq şəkildə gələn həftə bütün iştirakçıları nəzərinə çatdırmaq istəyirəm. Gələn həftə mütləq şəkildə SMS-lərə diqqət yetirin. Çəkiliş vaxtı artıq SMS nəticələr deyiləcək. Sonda qalan 4 iştirakçı dueldə olacaq. 4 iştirakçı dueldə olacaq. Həftənin şənbə günü 2 iştirakçı çıxacaq. Gələn həftənin şənbə günü, bazar günü 2 iştirakçı çıxacaq. Layihəni tərk eləyəcək. SMS-lərinizə mütləq şəkildə diqqət edin. Buyur Aysun, əyləş və dostlar, davam edirik. Çox az iştirakçımız qaldı və MTV kanalında yayımlanan Göl Fələyinə Sarı serialına mütləq şəkildə baxın. Çox maraqlı bir məişət dram serialıdır. Mən istəyərdim ki, hamı baxsın, izləsin. Şənbə günü 19:30-da, bazar günü 15:00-da efirdə yayımlanır Göl Fələyinə Sarı serialı və mən özüm də orada əsas rollardan biriyəm. İzləməyə dəyər. Hələ qarşıda maraqlı bölümlər olacaq. Çox maraqlı olacaq. Ola bilsin ki, elə bu uşaqların arasından istedadlı, aktyorluq qabiliyyəti olan hansısa bir balamızı seçib həmin serialda çəkdi. Niyə də yox? Çünki uşaq obrazları orada lazımdır bizə. Hələ çünki çəkişlərimiz davam edir. Artıq 3 bölümdür efirdə yayımlanıb. Mütləq şəkildə baxmağınızı tövsiyə edirəm. Hə dostlar, Zülfiyə Müzəffərova. Baxın, canlı burada çəkdi. Dedi və elədi. Alqışlayaq ürəkdən. Alqışlayaq ürəkdən. Stol, üstündə vaza, boşqab içində nardır, yoxsa nə? Alma. Hə, yarpağını mən nara oxşatdım. Bu daha çox oxşayır almaya. Gələn səfər mütləq rəyində boyayacaq. Bu kətandır. Çox maraqlıdır. Bunun üzərində bu rəyində çəkmək lazımdır, mən bilmirəm. Rəyli olar da bunun üstündə çəkmək. Əlbəttə ki olar. Rəyli niyə gətirməmsən bəs? Mama icazə vermədir, rəyli. Zarafat edirəm. Gələn səfər mütləq rəyli boya gətir. Gələn səfər Elxan Qaraxanoğlunun şəklini çəkərsən. Yaxşı? Göstər, yaxından göstər. Hə dostlar, davam edirik. 41-ci iştirakçımız. 41-ci iştirakçımız ən az yaşlı iştirakçılardan biridir. Zəhra Vəliyeva. Ay Zəhra, necəsən? Tam sakit. Zəhra, necəsən? Yaxşıyam. Bəs sən, mən dünən səni gözlədim burada, sən gələsən, səni kinoya çəkim, Şaxta Baba da gəlmişdi. Sən niyə gəlmədin? Gəlmişdim də. Bəs yox, mən səni burada gözlədim ki, gələsən. Mən oradan Şaxta Babanı gətirmişəm, dağlardan düşürdümüşəm aşağı ki, sənə görə gəlsin. İndi gözləyir qapıda Şaxta Baba. Niyə gəlmədin? Mən yatmışdım. Şaxta Baba elə şeyləri qəbul eləmir. Yatmışdım. Zəhra, Şaxta Baba qapıda, bu dəqiqə qapını açıb içəri girsə, nə deyərsən ona? Deyəcəm ki, hadiyə ver.
Bizimkilər xoşlayırdı ancaq hədiyyə alsın. Hə? Zəhra, hədiyyədən başqa nə demək istəyirsən? Hədiyyədən başqa dondurma. Dondurma qış vaxtı. Qış vaxtı dondurma istəyir Zəhra. Sonra nə istəyirsən? Bir də səyir. Səyir. Məni? Səy kimdir? Səyir də. Səyir. Şeir demək istəyir. Zəhra, sənin pamadan hanı? Pamada gətirmişdin keçən dəfə hanı? Verməyib. Niyə? Verməyib. Bəs ətrin hanı? Ətrini də verməyib. Get ətri, təcil gətir, gəl bura. Bir də çantavı gətir. Zəhra, tez elə biraz. Bax, bu ətir. Bir dənə baba, yaxından, bax, ətir bir dənə. Bir dənə, baxaq, ətir, göstər ətiri. Mənə versən onu. Bəh. İndi sən də elə onu. Nə oldu? Alqışlayaq Zəhra Vəliyeva. Zəhranı yola salaq bir dənə. Zəhraya ən az yaşlı iştirakçılarımızdan biridir. Zəhraya dəstək olmaq istəyənlər SMS kodu 41'dir. 41'dir SMS kodu Zəhranın, bu gözəl balamızın, şirin balamızın SMS kodu 41'dir. Və növbəti iştirakçımız 42-ci iştirakçımız 43. 43-cü iştirakçını əvvəldə təqdim eləmişdim. 44 və 45 qalır. 42-ci iştirakçımız Etibar Abbasov. Etibar Abbasov. Etibar Abbasov SMS kodu 42 olan Etibara dəstək olmaq istəyənlər həm model kimi özünü göstərdi, həm də dostlar, gələn həftə inşallah monologu olacaq, parodiyası olacaq, aktyorluq qabiliyyəti var, komedyandır və özü də sizlərin qarşısında çıxış eləmək istəyir ki, onun istedadını görəsiniz, gələn həftəyə mütləq. 43-cü iştirakçımız SMS kodu 43 olan Muxtarzadə Tunar. Muxtarzadə Tunar ürəkdən alqışlayaq. Estamos claros y ya. No te lo voy a negar. Hə. Muxtarzadə Tunar. SMS kodu 43. Tunar, salam. Necəsən ürəyim? Yaşam. Nə gözəl eynəyin var. Qəşəng. Kim alıb bunu sənə? Atam. Atanın adı nədir? Bizə. Salamlayırıq, biz də buradan salamlayırıq efir vasitəsilə. Sonra nə alıb sənə ata? Atam açqı alıb. Açqıdan başqa nə alıb? Başqa paltar. Paltar alıb. Pul verirsən hə ata, pul? Hə. Axırıncə bəs sənə ata nə qədər pul verib? 5. Olmadı da, 5 manat yoxdur. Maşın alıb sənə? Hə. Yalan danışma. Yox. Nə maşını alıb? Mustang. Nə? Mustang. Mustang alıb atası buna. Görür. Sənin ad günü alıb ata onun? Hə. Ad günü alıb. Tunar balamızı SMS kodu 43'dür. Muxtarzadə Tunar. Model kimi sizlərin qarşısında oldu. Gələn həftə Tunar, səndən bir şeir istəyəcəm. Yaxşı, söz verirsən. Bir dənə də onda gedib elə musiqi altında, səni qoy hamı görsün. Bir dənə də gedib, baba bu musiqini sənə görə verdi. SMS kodu 43. Muxtarzadə Tunar. Que no sé, un besito bien suavecito, bebé. Taqui, 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 rumba. Əla, super.
Və indi səni yola salıram, keçib əyləşirsən. Gələn həftə inşallah gəlirsən. Yaxşı? Buyur. Və sonuncu iştirakçımız SMS kodu 45 olan Ömər Həmidli. Ömər Həmidlini dəvət eləyək. Ömər, xoş gəlmişsən. Neçə yaşın var Ömər? 14 yaşı var. Hansı məktəbdə təhsil alırsan? 246 sayılı məktəbdə təhsil alır. Salamlayırıq 246 sayılı orta məktəbin bütün heyətini, şagirdləri, müəllimələri, direktoru da salamlayırıq. Ömərdən müğayət olun. Bizim yanımızdadır. İstedadı olduğuna görə buradadır. Və Ömər gələn həftə piyaninoda, sintezatorda çıxış eləyəcək. Yeganə iştirakçıdır bu yarışmada. Sintezatorda çıxış eləyəcək. Həm oynaq mahnıları ifa eləyəcək, həm lirika ifa eləyəcək. Ömər, kimlərdən səs gözləyirsən? Ata da çox narahatdır sənə görə. Valideynlərindən daha çox səs gözləyir və inanıram ki, oxuduğun məktəbində şagirdlər sənə dəstək olacaqlar. Və Orxanın bir qardaşı da bizim o biri müsabiqənin inşallah iştirakçısı olacaq, Orxan. Orxan Həmidli, o da nağara ifadəsidir. Atada deyəsən qarmon ifadəsidir. Ömər Həmidli, uğurlar arzu edirəm sənə. İnşallah gələn həftə çıxışı və mütləq şəkildə qeyd edəcəyik. Yola salırıq səni, dəstək olmaq istəyənlər SMS kodu 45'dir. Və dostlar, gəldik çatdıq verilişimizin sonuna. Artıq son dəqiqələri yaşayırıq. Sonda bizə dəstək olan bütün təşkilatı dəstəklərə, bütün təşkilatı dəstək verən şirkətlərə, Flamingo Pərdə Salonuna, Sədrəy Ticarət Mərkəzinin 12-ci sırasında yerləşən Türkiyə və İtaliya istehsalı olan Flamingo Pərdə və Tül Salonuna sonsuz minnətdarlıq. Mənzilinizin gözəlləşməyini istəyirsinizsə, təbii ki, Flamingo Pərdə Salonuna müraciət edə bilərsiniz. Telefon nömrəsi 051 348 20 00 348 70 00. Favori Dividend Group ağa qardaşımıza minnətdarlığımızı bildiririk. Stilist Seyfiyə minnətdarlığımızı bildiririk. Altun Şadlıq Sarayına, Altun Saray, möhtəşəm Altun Saray. Toylarınızın möhtəşəm keçməyini istəyirsinizsə, ad günlərinizin, show proqramların möhtəşəm ünvanı Altun Saray 055-290-0300 və 055-290-0800 müraciət eləyin və mənim adımdan da müraciət eləyəsəz, təbii ki, endirim olacaq. Və sonda Royal Ağanın ifası ilə yekunlaşdırırıq. Ən əsası, gələn həftənin şənbə günü SMS nəticələrinə görə 4 nəfər dueldə olacaq, 2 nəfər layihəni tərk eləyəcək şənbə günü, bazar günü 4 nəfər dueldə olacaq, 2 nəfər layihəni tərk eləyəcək və ən əsası, gələn həftədə görəcəksiniz ki, burada taxta birinci yerin sahibi kimdir, ikinci, üçüncü yer kimdir, ilk onluqda kimlərdir və sonda kimlərdir. SMS-lərinizə diqqət yetirin və sonda Royal Ağanın ifasından sonra yekunlaşırıq. Bütün uşaqları dəvət eləyirik bura. Gəlin, hamınız gəlin bir-bir bura. Gəlin Royal əminin başının üstünə yığılın. Başımda olmadı gittin kalmadın yanımda İçimde her gün bir güneş doğar Yeni gün başlar Her gün ilk gün bir öpüş tadında Hevesle geldin kaçtın kollarımdan Gittinse dönme olmam daha sonra Ömürlük bu vida Bu sene kalbimin nağına
nəğməsi, sevginin son nəfəsi, ayrılıq hədiyəsidir. Bu sənə günəş tək parlayıb, ürəyimi isidən nəzim bir nəğmənin kəlməsidir. Bu sənə qəlbimin nəğməsi, sevginin son nəfəsi, ayrılıq hədiyəsidir. Bu sənə günəş tək parlayıb, ürəyimi isidən nəzim bir nəğmənin kəlməsidir. Duman başımda, olmadı gittin kalmadın yanımda. İçimde her gün bir güneş doğar, yeni gün başlar. Her gün ilk gün bir öpüş tadında, hevesle geldim kaçtım kollarımdan. Gittinse dönme olmam daha sonra, ömürlük bu vida. Bu sənə qəlbimin nəğməsi, sevginin son nəfəsi, ayrılıq hədiyəsidir. Bu sənə günəş tək parlayıb, ürəyimi isidən nəzim bir nəğmənin kəlməsidir. Bu sənə qəlbimin nəğməsi, sevginin son nəfəsi, ayrılıq hədiyəsidir. Bu sənə güneş tək parlayıb, ürəyimi isidən nəzim bir nəğmənin kəlməsidir. Bu sənə qəlbimin nəğməsi, sevginin son nəfəsi, ayrılıq hədiyəsidir. Bu sənə güneş tək parlayıb, ürəyimi isidən nəzim bir nəğmənin kəlməsidir. Bu sənə qəlbimin nəğməsi, sevginin son nəfəsi, ayrılıq hədiyəsidir. Bu sənə güneş tək parlayıb, ürəyimi isidən nəzim bir nəğmənin kəlməsidir.